Salam uşaqlar, bugün 7-ci sinif fizika 2-ci hissədən induks elektriklənmə mövzusunu izah edəcəyəm. Başlayaq. Qələmi yun parçaya sürtərək elektrikləndirmək mümkündür. Yüklü qələmi neytral kağız qırıntılarına yaxınlaşdırdıqda qırıntılar qələm tərəfindən cəzb olunur. Deməli, bu yüklü qələmin neytral kağız qırıntılarını cəzb etməsinin səbəbi nədir? İnduks ilə elektriklənmədir. İndi bunu izah edək. Elektrik yüklərinin ətrafında həmişə elektrik sahəsi mövcud olur. Yəni, elektrik yükü olan cisimlər elektrik sahəsi vasitəsilə bir-birinə təsir edir. Onlar ya bir-birini itələyir, ya da bir-birini cəzb edir. Deməli, cisimlər arasında cəzb etmə itələnmə qüvvəsinin olması üçün cisimlərin hər ikisi elektriklənmiş olmalıdır, yəni yüklü olmalıdır. Bu, bütün zərrəciklərə aiddir. Elektrik yükü olmasa, onlar arasında cəzb etmə qüvvəsi mövcud olmaz. Məsələn, protonla neytron götürək. Protonla neytronun arasında neytron yüksüz olduğuna görə elektrik sahəsi yaranmayacaq və buna görə də elektrik qüvvəsi mövcud olmayacaq. Amma elektrik sahəsi olmadıqda burada elektrik qarşılıqlı təsir yaranmır. Biz, məsələn, neytral cisim götürək. Neytral cisimlə yüklü cisim arasında isə yüklərin paylanması baş verdiyindən onlar arasında cəzb etmə qüvvəsi yaranır. Bilirik ki, maddələr atomlardan, atomlar elektronlardan və nüvədən təşkil olunur. Deməli, yüklü cisim neytral cisimə yaxınlaşdırdıqda onlar arasında cəzb etmə itələnmə qüvvəsi yaranır və yüklü olduğuna görə elektrik sahəsi yaradır və elektrik qüvvəsi yaranır. İndi baxaq, mənfi yüklü cisim götürək, həmin mənfi yüklü cismi neytral cisimə yaxınlaşdıraq. Mənfi yüklü cisim olan tərəfə neytral cismin müsbət yükləri mənfi cismi yaxınlaşdırdığımız tərəfə yığılacaq. Yəni, mənfi yüklə müsbət yüklər arasında cəzb etmə qüvvəsi yaranacaq, əks tərəfə isə mənfi yüklər yığılacaq. Deməli, bunlar arasında elektrik qüvvəsi yaranır və bir-birini cəzb edir. İndi keçirik müsbət yükləri. Müsbət yükü neytral cisimə yaxınlaşdırırıq. Müsbət yükü neytral cisimə yaxınlaşdırdıqda da müsbət cisim yaxınlaşdırdığımız tərəfə mənfi yüklər yığılır, digər tərəfə isə müsbət yüklər. Yəni, yüklərin yenə paylanması baş verir. Bunlar arasında da cəzb etmə qüvvəsi yaranır və elektrik sahəsi yarandığına görə onlar elektrik qüvvəsi də yaranır. Neytral cismin toxunma olmadan yüklü cismin təsiri ilə yüklənməsi induks ilə elektriklənmə adlanır. Yəni, bizim bu bayaqdan baxdığımız təcrübələrdə induks elektriklənmə baş verdi. Induks elektriklənmənin müşahidə olunması, fəaliyyətə baxaq. Burada verib ləvazimatlar ştativ, nazik ip, metal çubuq, plasmas çubuq, kiçik yun parça. Əvvəlcə işin gedişini oxuyum, sonra müzakirə eləyərik. Metal çubuğu şəkildə təsvir olunduğu kimi nazik iplə ştativdən asıb, sonra plasmas çubuğu metal çubuğun uc hissəsinə yaxınlaşdırın və müşahidə etdiyiniz hadisəni qeyd edin. Üçüncü, plasmas çubuğu yun parça ilə sürtün və sürtdüyünüz hissəni metal çubuğu yaxınlaşdırın, ancaq toxundurmayın. Bu halda müşahidə etdiyiniz hadisəni qeyd edin. İndi müzakirə edin. Birinci, plasmas çubuğun yun parça ilə sürtülmədən öncə, yəni metal çubuğu yaxınlaşdırdıqda müşahidə olunan hadisənin səbəbi nədir? Deməli, plasmas çubuğu yun parça ilə sürtməsək neytraldır. Neytralı metal çubuğa yaxınlaşdı, metal çubuq da neytraldır. Heç bir hadisə baş verməyəcək. Səbəbi də hər ikisi neytraldır və yüklənmir. Yəni, yüklü cisim yaxınlaşdırdıqca o cəzb olunardı və yaxud itələnərdi. Amma biz hər ikisi neytral olduğuna görə onlar elə heç bir hadisə baş verməyəcək. İkinci, plasmas çubuğu yun parça ilə sürtdükdən sonra metal çubuğu yaxınlaşdırdıqda nə müşahidə etdiniz? Plasmas çubuğu yun parçaya sürtəndə biz bildik ki, plasmas çubuq mənfi yüklənir. Mənfi yüklənir, onda metal çubuğa, neytral çubuq, mənfi yüklü cisim neytral çubuğu yaxınlaşdırdıqda nə olurdu? Metal çubuğu onda yaxınlaşdırdıqda eyni hadisə baş verəcək. Deməli, metal çubuğun müsbət yükləri plasmas çubuq tərəfə yığılacaq, mənfi yüklər isə əks tərəfə, paylanma ilə əks tərəfə yığılacaq. Bunun səbəbi paylanma induks ilə elektriklənmə qanununa görə yüklərin paylanmasıdır. Üçüncü, metal çubuğun hansı ucu müsbət, hansı ucu mənfi yüklənir? Metal çubuğun plasmas çubuğu toxundurduğumuz tərəf müsbət, digər ucu isə mənfi yüklənəcək. Sürtünmə ilə elektriklənmə zamanı elektronlar bir cisimdən digərinə keçir. Yəni, yükü dəyişir. İnduks elektriklənmə zamanı elektronlar cismin daxilində yerini dəyişir. Yəni, yüklərin paylanması baş verir. Bu zaman yüklər dəyişmir. Plasmas qələmi sürtünmə ilə yüklədikdən sonra kağız qırıntılarının yaxınlığını gətirdiyiniz təsəvvür edək.
Yüklü qələmin elektrik sahəsi qırıntılara təsir edərək onları induksiya ilə elektrikləndirər. Nəticədə kağız qırıntıları ilə qələm arasında elektrik qarşılıqlı təsir yaranır, kağız qırıntıları qələmə yapışır. Şəklə baxa bilərsiniz. Sonra sual. Şəkildə müsbət yüklü cisim və neytral elektroskop təsvir olunmuşdur. Cismi elektroskopun başlığını yaxınlaşdırdıqsa nə baş verir? Müsbət yüklü cismi elektroskopun başlığını yaxınlaşdırdıqsa biz bilirik ki, elektroskopun başlığı mənfi yüklənər. Mənfi yüklənər. Çünki elektroskop neytral idi. Ona görə mənfi yüklər, yüklərin paylanmasına görə mənfi yüklər müsbət yük tərəfə yığılacaq. Elektroskopun başlığı mənfi yüklənər. Metal vərəqlər isə əks işarə. Müsbət yüklənmək əks işarəli, yəni müsbət yüklər mənfi yükün əksi olaraq müsbət yüklə yüklənərək bir-birindən aralanır metal vərəqlər. Düşün, müzakirə et, paylaş. İnduksiya ilə elektriklənmiş cismin mənfi yüklənmiş tərəfinə keçirici cismi toxundursaq nə baş verə bilər? İnduksiya ilə elektriklənmiş cismin mənfi yüklənmiş tərəfinə keçirici cismin müsbət yükləri yığılar və bu zaman onlar arasında cəzb etmə qüvvəsi baş verər. Öyrəndiklərinizi tətbiq edin. Birinci, mənfi yüklü cisimləri əks tərəfdən neytral A cisiminə yaxınlaşdırsaq nə baş verə bilər? Baxırıq, neytral A cisminə hər iki tərəfdən mənfi yüklə yaxınlaşdırdığına görə yenə də neytral qalar. İkinci, şəkildə təsvir olunmuş çubuqlar elektrik qüvvəsi ilə bir-birinə təsir edir. İplə asılmış çubuqlardan hansı induksiya ilə yüklənmiş ola bilər? Cavabınızı əsaslandırın. A variantına baxırıq. A variantında bir-birini itələyib. İnduksiya ilə yüklənib, bəli, və eyni işarəli olduğuna görə itələnib. B variantında yenə induksiya ilə yüklənmiş olur, bəli. Onda da yenə əks işarəli olduğuna görə bir-birini cəzb edib. Üçüncü tapşırığa baxırıq. İpdən asılmış neytral metal çubuq şəkildə təsvir olunduğu kimi induksiya ilə elektriklənmişdir. Onun elektrik yükü nəyə bərabərdir? Neytral cisim olduğuna görə sayırıq, mənfi yüklər 8 dənədir. Deməli, müsbət yüklər də 8 dənədir və bunlar neytral cisimdir. Digər ona yaxınlaşdırdığımız yüklər isə, mənfi yüklər isə 15 mənfi yük var. Deməli, onun elektrik yükü, ümumi elektrik yükü 15-ə bərabərdir. Mənfi 15 Y-yə bərabərdir. Dördüncü tapşırığa baxırıq. Şarı parça ilə sürtdükdə elektriklənir. Elektriklənmiş şar divara yaxınlaşdırdıqda divara yapışır. Bu hadisəni izah edin. Şarı parça ilə sürtüb baxırsınız, şar mənfi yüklənib. Və bu zaman divara yaxınlaşdıranda divarda yüklərin paylanması baş verir və divarda şarın mənfi hissəsinə divarda müsbət yüklər yığılır və bu zaman divar tərəfindən cəzb olunur. Bu da induksiya ilə elektriklənmədir. Səbəbi induksiya ilə elektriklənmədir. Öyrəndiklərinizi yoxlayın. Birinci tapşırıq. İnduksiya ilə yüklənmə necə baş verir? İnduksiya ilə yüklənmə mütləq yüklü cisimlər arasında baş verir. Yüklü cisimlər arasında bir-birinə yaxınlaşdırmaqla yüklü cisimlər arasında mütləq elektrik sahəsi mövcud olur. İkinci, şəkildə mənfi yüklü cisim və neytral elektroskop təsvir olunub. Cismi elektroskopun başlığına yaxınlaşdırdıqsaq nə baş verə bilər? Cavabınızı əsaslandırın. Cisim mənfi yüklənmişdir. Mənfi yüklənmişi neytral elektroskopa yaxınlaşdırdıqsa, neytral elektroskopun başlığı müsbət yüklənər, vərəqlər isə mənfi yüklənər və bir-birindən əks işarəli olduğuna görə, eyni işarəli olduğuna görə iki mənfi yük vərəqlər bir-birindən aralanır. Üçüncü, mənfi yüklənmiş cisim neytral cisimə yaxınlaşdırılır. Bu zaman neytral cisimin daxilində hansı zərrəciklər yerini dəyişir? Mənfi yüklü cisim neytral cisimə yaxınlaşdırdıqda neytral cisimin müsbət yükləri, protonlar mənfi yüklənmiş tərəfə yerini dəyişir. Deməli, hansı zərrəciklər yerini dəyişir? Protonlar. Protonlar mənfi yük tərəfə yerini dəyişir. Bu qədər uşaqlar, sağ olun, bəyənməyi, abunə olmağı unutmayın.